Demək qızlar, Denizin Afrikaya getməmişdən 4 həftə qabaq həkim diaqnoz qoydu ki, risklisən də. Uca qol çəkmiş, uca sumka zaten hazırlanmışdı. Şeydi, korona vaxtıydı, onda pandemiya ağır vaxtlar idi. Hələ bunlar getməliydi hotelə, hoteldə 4 həftə qalmalıydılar, o testlərdən keçməliydiler. Sonra Afrikaya uçacaqdılar. Qoydu ki, biz risk var, evlatları bitirmək riski, səni xəstəxanaya yazmalıyıq. Deniz hələ burada olurlar. Saldılar xəstəxanaya. Pastenli rejimi. Balitsada. Heç kim, ağır pandemiya dövrü idi, korona vaxtı. Elə oldu ki, biz şey dedi ki, adı nədir? Deniz da heç olmasa xəstəxanaya buraxın ki, arvadı ilə sağollaşsın. Böyük həkimlə danışdıq, elədiyi neysə, Deniz bir də Naibə ilə Elizabeti saldılar içəri. Naibə ilə Elizabet gedirdi mamamgildə qalmağa, onlar orada qalırdı. Deniz gəldi, orada hələ Denizlə sağollaşdıq, öpüşdük, görüşdük, sağollaşdıq. Daliyində Deniz orada mənimlə sağollaşmalıdır, yəni yanıma gələ bilməzdi. Deniz getdi, 4 həftə hoteldə qaldı. O militer hotelində də yoxlanışlardan keçməliydilər. Bədənlərində doğrudan korona var, yoxdur deyə oraya yönətmə. Dolu biz kamerayla bütün günü Denizlə danışırdıq. Qulaq asın. Deniz uçdu getdi.